Bu niye belediyeden ayrılıp böyledi ki? Ay ne şey oldum. Birlikdə universitetə hazırlaşırıq. Günəş kremi. Tanarni. Ben istifadə edirəm. Rəhliyik özümüz. Bitki çox qəşəngdir. Həm də yüngüldür, o qədər ağır deyil. Bu tərəfdə biraz səkilərim daha çox. Deyirəm ki, dermatoloqa gedəcəm. Və o gün heç vaxt gəlmir. Səpkilərini görürlər. Ay, üzün yenə səpi be. Pardon, mən güzgüyə baxmıram. Görmürəm üzümün səpdiyini. Bilirəm, bəlkə pis mənada demirlər, yaxşı olmaq üçün deyirlər. Amma ki, bunun bizə nə qədər mənfi təsir etdiyini görmürsünüz. Adamın psixoloji cəhətdə çox tetikləyir. Rəngi yoxdur deməyin, indi olacaq. Məncə qəşəng oldu. En çok bakmak istediğim budur. Hadi bakalım. Böyle ağ gelen. Kamerada ne kadar gördüğünüzü bilmiyorum ama köşe parıldıyor. Biraz burnumuza sürdü. Burnumu gördünüz. Ay bayıldım. Parıldıyorum. Tura bakak. Uy bismillah. Niye belediyeden ayrılıp böyledi ki? Çok acı oldu. Yani bu benim en sade günlük makyajım. Özel günə də bunu edirəm. Valla çünki başqa makyaj bilmirəm. Qırağından biraz uğurlu belə bir şeylər də eləyə bilərəm. Gecikəcəm dərsə. Aha, uydan. Bazen kuklalar olur, onu oxşamışam. Əslində saçım yığılı qəşəngdən atacağım. Dırımdım. Bir də saçlarımın şanını görün. Ay ne şey oldum.